Sabah sənədləri hazır edeyim, bir yerdə gedərik maliyyə idarəsinə. Mühasibədə zəng eləyib, indi hər şeyi başa salacağım. Oldu, yaxşı. Qardaş, üzürlü say, sənin məsələn qaldı gələn həftəyə. Oldu, yenə də danışarıq. Yox. İşim çoxdur, çatdıra bilmirəm. Elə bilirsən asandır. Uşağın üzünü evdə görmürəm. Bax, bu günləri evə tez gedirəm. İnşallah ki, bu gün üzünü görərəm. Yaxşı, sağ ol, danışalım. Hurra, hamam geldi. Yaxşı. Bir 2 günə də sənin məsələvi həll eləyəcəm. Narahat olma. Oldu? Ha, oldu. Yaxşı. Alo. Deməli belə, sənədləri hazır elə. Sabah gəlib götürüb aparacağım vergi idarəsinə. Sonra başqa müştərilərimiz var. Onlarla görüşməliyik. Xaricdən qonaqlarımız gələcək. Bax, bunların hamısını çatdırmalıyıq. Neysə, mən dediyimi həll elə. Qalanı mənlikdir. Oldu. Bunu da belə həll elədik. Necəsən, oğlum? Hər şey qaydasındadır? Yaxşıdır, çox sağ olun. Hər şey qaydasındadır. Məktəbdə müəllimlərin hamısı tərifləyir. Dərslərinin qiymətləri də ki, yüksək səviyyədə. Əla. Vətəndaş, siz kimsiz? Bura neçənci mənzildir? 66. Sizə neçə lazımdır ki? Çox üzr istəyirəm, deyəsən səhv salmışam. Götürün çantanızı. Özü məndəki qız deyir. Aa, baba da farklı gelmiş.